Şabranda gəzintimiz davam eləyir. Qədim Şabran abidəsi. Deyilənə görə Şabran ilk buradan başlayıb. İndi burada bir xanım var, bələdçilərdəndir. O bizə geniş ətraflı məlumat verəcək. İndi isə mən yaxınlaşıram ona. Görək bu Şabran niyə buradan başlayıb və niyə bura abidəyə çevrilib? Xoş gördük Səmrə xanım. Necəsiz? Çox sağ olun. Gününüz uğurlu olsun. Edirəm. Çox sağ olun. Təşəkkürlər. Bura qədim Şabran abidəsidir. Bəli. Niyə Şabran buradan başlayıb, hal-hazırda niyə bura abidədir? Qədim Şabran şəhəri 2003-cü ildə 27 sentyabrda Ulu Öndər Heydər Əliyev tərəfindən qoruq elan edilmişdi. 2019-cu ildə isə Çıraqqala Tarixi Memarlıq Qoruğu ilə Şabran abidəsi birləşdirilərək Çıraqqala Şabran Dövlət Tarix Mədəniyyət Qoruğu elan edilmişdi. Şabran şəhəri 30-cu illərdən araşdırılmağa başlamışdı, lakin ən geniş araşdırmalar 1981-ci ildə Rəşid Göyüşov tərəfindən başlanılmışdı və Rəşid Göyüşovun araşdırması hardasa 500 kvadrat metr ərazidə olmuşdu və həmin ərazidən aşkarlanan faktlara əsasən, daha doğrusu artefaktlara əsasən Rəşid Göyüşov bəzi məlumatlar vermişdi Şabran şəhəri haqqında. Bunlardan birincisi odur ki, Şabran şəhəri 5-ci əsrdə əsası qoyulmuş bir şəhərdir və Rəşid Göyüşovun bildirdiyinə görə Şabran şəhəri Şirvanşahlar dövlətinin Şamaxıdan öncəki ilk paytaxtı olmuşdu. Buna isə söyləməyə o səbəb verir ki, Şirvanşahlar dövlətinin zərbxanaları, həbsxanası, demək olar ki, bir çox dövlət üçün strateji olan əraziləri burada yerləşmişdi. Şabran şəhəri İpək yolu üzərində yerləşdiyinə görə burada sənətkarlıq daha çox inkişaf etmişdi, ticarət inkişaf etmişdi. Mən burada daşlar görürəm hal-hazırda. Bu Burada əl işlərdir, qədim əl işlərdir, düzdür. Bu insanlar bunun üzərində rəsmlər çəkiblər. Bəli, gördüyünüz buradakı daşdakı daş Çıraqqala abidəsindən aşkar edilmişdi və onun üzərindəki pişik şəklidir. 2 ədəd əslində onlar şirdir, sadəcə kiçildilmiş formada çəkiblər. Və orta hissəsində günəş şəkli işarəsi var. Bunu oxuya bilirik də biz, düzdür? Hal-hazırda yox, onları oxuya bilmirik. Azərbaycanda onu oxuyan var? Bəli, var. Elmlər Akademiyasında bizim alimlərimiz var və biz də müraciət etmişik, onların oxunuşunu bizə tez bir zamanda verəcəklər. Gördüyünüz bu maketin yanında durmuşam mən. İçərisi doludur. Səmrə xanıma sual verdim, niyə bunlar bunun içərisindədir? Dedi ki, bura ən dəyərli yerdir də, ən yaxşıları, baharları, tapılmayanları buradadır. Bahar deyəndə dəsən bunun içərisində qızıl da var. Yoxsa qızıl yoxdur, xeyrimiz var, tunç var, amma qızıl yoxdur. Bahalı o mənada ki, bizim üçün daha qiymətlidir. Çünki bunun içində eradan əvvəl 3-cü minilliyə tunç dövrünə aid əşyalar belə var. Və onların dəyəri bizim üçün ölçülməzdir. Bu saxsı qablar var burada. Bəli. Mən indi bunları görürəm. Bunlar neçənci əsrə aiddir? Gördüyünüz bu qablar hərəsi öz müxtəlif dövrlərə aiddir. Məsələn, bu gördüyünüz saxsı qab 7-ci əsrə aiddir. Bunu sonradan deyəsən düzəldiblər, təmir ediblər, bərpa olunmuş. Bərpaçı tərəfindən bərpa olunmuşdu. Bu daşdanmı? Yox, hamısı gildən əmələ düzəldilmişdir. Bəli.
İndi isə mən qədim Şabran şəhərindəyəm. Niyə qədim Şabran şəhəri? Bax, gördüyünüz bu yer Şabran, yəni buradan başlayıb. İndi Səmrə xanım bizə daha geniş, ətraflı məlumat verəcək. Qədim Şabran şəhəri Ərəblər kəndindən Xəzər dənizinə qədər olan ərazini əhatə edir. Burada bayaq qeyd etdim, Rəşid Göyüşov araşdırma aparmışdı. Lakin Rəşid Göyüşovdan sonra burada Fatma Abbasova, daha sonra Qoşqar Qoşqarlı, Səfər Aşurov kimi Azərbaycanın görkəmli alimləri buralarda araşdırma aparmışlar və onu da qeyd etmək istəyirəm ki, bu il bildiyiniz kimi Cənab Prezident İlham Əliyevin göstərişi ilə Əfsələddin Xəqaninin 9 illiyi qeyd edilir və onu bildirmək istəyirəm ki, bayaq da qeyd etdim, Şirvanşahlar şəhərinin həbsxanası məhz Şabran şəhərində olmuşdu. Gördüyünüz bu ərazidə həbsxana yerləşirdi və Əfsələddin Xəqani burada həbsdə olmuşdu. Özünün məşhur Həbsiyə şeirlər toplusunu da məhz burada həbsdə olarkən yazmışdır, qələm almışdır. Səhv eləmirəmsə, həbsdə saxlandığı yerdə buradır, düzdür? Bəli, gördüyünüz bu ərazi həbsdə saxlandığı yer sayılır. Burada qalaya oxşuyur. Bura isə, bəli, hal-hazırda qazıntılar olan ərazidə 8 ədəd qala mövcuddur. Və ən böyüyü isə gördüyünüz bu qarşımızdakı olan adı da Narınqala adlandırılıb. Və sizə tikilişindən, memarlığından bəhs etmək istəyirəm. Tikilişi zamanı böyük çay daşlarından, lay çay daşlarından istifadə olmuşdu və yuxarı hissəsi isə bişmiş kərpicdən istifadə olaraq tikilmişdi. Minnətdarlığımızı bildiririk. Biz də təşəkkür edirik. Sizə baş sponsorumuz Apro Hospitaldan belə bir hədiyyə vermək istəyirəm. Siz də Apro Hospitala səyahətinizə etibar edə bilərsiniz. Təşəkkür edirəm. Tarixi abidələrimizi təbliğ etdiyinizə görə, xalqımıza çatdırdığınıza görə, tanımayan insanlara tanıtdığınıza görə minnətdarlığımızı bildiririk. Siz də geniş məlumat verdiyiniz üçün sizə xüsusi minnətdarlığımızı bildiririk Səmrə xanım. Çox sağ olun. Sağ olun, təşəkkürlər.